Herkese salam. Bu gün sizə winning product necə tapmaq lazımdır, başqa bir yolunu izah edəcəm. Çünki bir çoxlarınız mənim göstərdiyim köhnə metodlardan da istifadə edib, yenə də səhv məhsullar seçirlər. Hansı ki, bu məhsulların üzərində Çin yazıları olur, məhsulların üzərində Çin milliyyətində olan insanlar olur reklamda, Çin mahnıları olur. Hansı ki, bunlar Amerikanlılar tərəfindən bəyənilmir və məhsullar alınılmır. Həmişə sizdən xahiş edirəm ki, TikTok formatında videolar tapın və bu videoları reklama buraxın və o zaman daha çox satış edəcəksiniz. Hətta description-ı belə sizə AliExpress description-ları qoyursunuz və buna görə bir çoxlarınız mən dediyim kriteriyanı keçə bilmirsiniz. İndi o kriteriyanı keçmək üçün məhsulu hardan araşdırmaq, necə tapmaq və həmən bu məhsullar üzərindən necə satış eləmək olar, onu izah edəcəm. Həmən bizim saytımızın bugünkü adı PPAds-dir, ppads.com. Ola bilər bir çoxlarınızın qabağına çıxıb bu əgər araşdırmışsınızsa, amma istifadə eləyə bilməmişsiniz. Çünki istifadə eləyəndə, yəni sign up eləyəndə, hansı ki qeydiyyatdan keçəndə, o sizdən bunun ödənişini istəyir. Ödəniş isə pricing-ə baxdıqda hardasa $77'dır, $155 VIP-dir, Pro isə $263'dır. Bunların aralarında bu fərqlər var. Yəni 200 reklam görə bilirsiniz, 2000 reklam görə bilirsiniz və s. Belə. Amma biz bu qədər pul ödəməyəcəyik buna. Çünki bizə lazımdır ki, bir dəfə məhsulunu tapaq, çıxaq və bunun üçün bizə 3 gün həqiqətində yetərli olacaq. Və bunun da qiyməti $1'dır. Yəni siz 3 günlük siz bu paketi alanda sizdən $1 pul çıxılacaq trial üçün. Əgər bəyənmirsinizsə, sonradan öz abunəliyinizi dayandıra bilərsiniz. Və mən bunu almışam, $1 ödəmişəm, hardasa $1 görə mənim kartımdan 2 manat pul çıxıldı. Amma gəlin görək bunun içində nələr var və biz buradan nələr öyrənə bilərik. Burada product search eləyəndə birbaşa e-mail gətirir. Mən artıq qeydiyyatdan keçmişəm deyə artıq keçməyimə ehtiyac olmayacaq. Sadəcə sign in eləyib içəri girəcəm. Və bunun içərisində indi necə istifadə edirlər, nələr var bunun içində, hamısını sizə onu göstərəcəm. Deməli, burada TT Ads Search var, yəni TikTok reklam axtarışı. Burada TikTokda kimlər ki reklam buraxırlar, hamısını çıxır qabağımıza. Sadəcə bizə uyğun olanı var, uyğun olmayanları var. Uyğun olanlarını necə tapmaq lazımdır? Baxın, buradakı kriteriyaları düzəldə bilərsiniz. Yəni, məsələn, hansı ölkə buraxılan reklam olsun və s. Məsələn, bizə lazımdır Shop Now olan, ondan sonra e-com platformlardan bizə hansı lazım? Burada Shopify var, Wix var, nə bilim, WooCommerce, hamısı olmalıdır. Bizə Shopify lazımdır deyə Shopify seçirik və burada dildən də ingilis dili tapa bilsəydik, lap yaxşı olardı. Mən özüm də ilk dəfədir, yəni bunun şeylərini düzəldirəm. Çünki mən həmişə hazır vəziyyətdə olurdu. Yəni burada filteri saxlaya bilirsiniz. Add type-a baxaq. Add type-dan əlavə burada City-yə batın Shop Now eləyək. Shop Now olanda artıq bizə uyğun məhsullar çıxacaq qabağımızda. Məsələn bu. Görək bu nədir? Bu məhsul bir çoxlarınız mənə göndərmişsiniz, amma yaxşı bu cür qəşəng videosu olmayıb. Yəni bu ilk dəfədir ki, beləsini görürəm. Yəni bu kolonkadır, balaca maşının üzərinə qoyanda oxuyur. Sonra isə gəlin keçək o birisi məhsullara baxaq. Ən yaxşı məhsul axtarmaq burada. Yəni bunların hamısı məhsullar burada yerləşir, amma burada product search var, hansı ki təzə çıxıbdır. Yəni bu seçenek indiyə qədər yox idi, indi gəlib. Siz burada birbaşa məhsul da axtara bilirsiniz. Yəni sırf ən çox satan məhsullar. Yəni bu TT Ads Search sadəcə reklamları göstərdi sizə. Yəni hamının paylaşdığı. Amma bizə lazımdır winning product. Winning product da nədir? Həqiqətən də çox satılanlar. Çox satılanlar da baxın buradan başlayır. Oktyabrın 31-i, yəni buradakı bu tarixlər gördüyünüz kimi hamısı yəni şeyə görə gedir, tarixə görə gedir. Hansı tarixdə bu reklamlar verilibdir və nə qədər satış olunub, indi onları göstərəcəm. Məsələn, bu reklam hal-hazırda ən yeni olanıdır. One Piece Bounty Rush. One Piece Bounty Rush. One Piece Bounty Rush. One Piece
Sadəcə sep idi. Ehtiyac yoxdur, yəni heç J'ai testé keyfiyyətli un video correcteur deyil. de posture Bu gördüyünüz kimi connecté. İspan Alors, dilindədir. İspan dilində c'est tout simplement de corriger votre reklamlara posture si jamais ehtiyacımız vous tenez yoxdur. mal. Çünki məhsul L'objet se olaraq connecte ehtiyac sur götürə une bilərik, application amma disponible sur video Android İspan et dilindədir iOS. deyə, video İspan dilində deyə biz bunu istifadə eləməməliyik. Görə bu Styling nədir? my $39 Aha. minis for cozy as the end. Xanımlar üçün ayaqqabıdır. Bunu deməli 170.3K impressionu var və 4000 like-ı var. Like rate də 2.30-dur. Basırıq üzərinə. Üzərinə basdıqdan sonra biz bu məhsulun, yəni bu reklamın necə performans göstərdiyini görə bilərik. Deməli, bu reklama indiyə qədər 891-2319 dollar arası pul xərclənilibdir və 30-232 arası sifariş gəlməli, yəni estimated, yəni ola bilər deyirlər, demir dəqiq nə qədərdir. Yəni bu qədər ödəniş olunubdur bu reklama və 30-232 arası reklam sifariş gözlənilib həmən bu məhsul üçün. Deməli, həmən bu məhsulun içinə girmək üçün isə bax burada landing page var. Yəni hansı ki bizim kimi o da bir sayt qrupdur və həmən bu saytın üzərindən yəni belə gedir. Linkə basdıqda promoy link belə açır və məhsul buradadır. Gördüyünüz kimi burada Shopify payment işlədir. Girən kimi shop pay gəlir. Sizdə də bir çoxlarınızda buy button bu cür göstərilir və amma more payment optionu da var, əlbəttə ki. Biz bunu almaq fikrimiz yoxdur. Prosta elə belə sizə göstərmək üçün eləyirəm. Adam PayPal-da var. Amma bu deyəsən 2 dənə ölkəyə satış eləyir. Amma Amerika və Kanada. Biz amma bütün dünyaya satış eləyə bilərik. Üstünlüyümüz bu səhifədən oradadır. Deməli, bizim üstünlüyümüz ilk növbədə hal-hazırda bundan daha çox ölkələrə sata bilərik deməli. Və bizim saytımız yəqin ki bunun saytından da qəşəng olacaq. Çünki bir çox gördüyünüz kimi bunun saytı çox zəif. Adi Powered by Shopify belə silə bilməyib adam, amma reklamını verib ən azından bu qədər satış eləməyə bacarır. Nəysə, gəlin qayıdaq bizə lazım olana. Burada bu ayaqqabının rəngləri var. Light tan, grey, black. Xanımlar üçün razmerlərdir. Bu Amerika razmerləri gedir. Yəni siz əgər bunu yükləsi olsanız AliExpress-də bunun Avropa razmerləri də olacaq. Onları da əlavə eləməyi unutmayın. Ya da elə ümumiyyətlə elə Avropa şeyi qoya bilərsiniz. Razmerlər qoya bilərsiniz. O zaman Amerikanlılar belə öz razmerlərini bilə bilirlər. Yəni description isə buradan asanlıqla götürə bilərsiniz. Yəni copy eləyirsiniz, gedib öz saytınıza paste eləyəcəksiniz. Və bunun reviewlarının şəkilləri var. Bu şəkilləri buradan götürüb siz də öz reviewlarınızı əlavə eləyə bilərsiniz. Bu əlavə bir dərsdə, yəni keçmişdə öyrənmisiniz. Hamımız bunun yolunu bilirsiniz asanlıqla. Bu məhsulu AliExpress-də axtarıb tapmaq da olar. Sadəcə elə sizə izah elədiyim o şəkillə axtarıb tapa bilərsiniz. Baxaq görək, burada başqa da məlumatlar var. Bu da applər yükləyib. Bunda applər daha böyük görünür. Hansı ki bizimki daha qəşəngdir. Description-ı var. Hər şey yaxşıdır. Sadəcə qalıb bu məhsulu AliExpress-dən tapıb öz saytınıza yükləmək, bundan ucuz qiymət qoymaq və description-ını köçürtmək öz saytınıza. Bundan daha çox reviewlar yazmaq. Və indi isə gəlirəm bundan necə pul qazanmaq yoluna. Gəlirik ki, bunun TikTok videosuna. Ən əsası buradır. Bu arada bu qızın TikTok videosuna 4235 like. Styling my $39 minis for cozy as the end. Mən indi aslında çünki giriş eləməmişəm TikTok-a buradan. Amma giriş Styling my $39 minis for bu qızın videosuna 3 gün içində 4235 like gəlib, 18 dənə də komment var. Bunun linkini nə edirik? Linkini buradan götürürük, telefonumuzdan giririk. Bu linki götürün WhatsApp-da özünüzə atın, nə eləyin. Yəni bir yolla öz telefonunuzda çatdırın və telefonunuzla bu videoya girib kommentlərdə bu məhsulun sizə ucuz olduğunu bildirin. Yazın ki, məsələn, bu məhsul bu saytda daha ucuzdur. Öz saytınızın adını yazın. İngiliscədə belə yazacaqsınız. This product is cheaper. Belə yaza bilərsiniz. Yəni elə buraya yazım. This product is cheaper on mağaza.com.
Yəni öz saytınızın adını yazırsınız. Yəni .com əgər ola bilər ki, filtr eləsin sizi. O zaman belə eləyin. Mağaza.com, yəni beləsin, mağaza.com-dan yazın belə. Bir təhər amma o kommentə salın o sözü. Siz onu ora saldıktan sonra Styling my və $39 o saldıktan sonra bu adam zaten bu reklama pul xərcləyir və çoxlu adamlar bu videoya baxırlar. Yəni sizin də altda kommentdə bir yolla reklamınız gedəcək və siz kommentdə 39 dolara yox, bunu 35 dolara satdığınızı bildirə bilərsiniz. Düzdür, bu əslində etik marketinq deyil, amma ilk başlanğıclar üçün bir çoxlarınız büdcənizi başqa cür reklam tiplərində itirmisiniz deyə məsləhət görürəm ki, ən azından çox eləməmə şərti ilə, yəni çox adamın reklamına girməmə şərti ilə özünüzə bir büdcə yığıb yığana qədər bu formada istifadə edə bilərsiniz. Yəni bu əgər reklam eləyib tutuzdurubsa, bunu siz də eləyə bilərsiniz bu cür reklamı TikTok Ads-lə, amma hələ altları öyrəndikdən sonra qalan TikTokda necə reklam buraxmaq lazımdır, onu da izah eləyəcəm. Bildiyiniz kimi, bilmirəm bilirsiniz yoxsa yox, Azərbaycanda TikTok reklamları dəstəklənmir, yəni TikTok reklamları eləyə bilməzsiniz. Bunun üçün ya VPN qoşmalısınız, ya biznes adı ilə TikTok hesabı açmalısınız. Yəni Azərbaycan üçün uzun dərə olduğuna görə, biraz çətin olduğuna görə hələ ki o dərsə keçmirəm. Amma tezliklə o TikTokda reklam eləmək dərsində keçəcəyik. Nəysə, bu məhsuldan çıxaq, keçək başqa görək nə var, nə yox. Nəysə, buradan getdik. Yəni, indən sonra mənim sizin üçün yazdığım kriteriyaları, buradakı videoların demək olar 95%-i qarşılayır. Yəni, heç birində problem yoxdur, asanlıqla. Yəni, həmən kriteriyalardan keçə bilərsiniz. Buradakı videolar çox maraqlıdır. Məsələn, adi bu o qədər, yəni, deyək ki, o qədər And I might be walking a factory. səsini kəsim. İndiyə qədər o qədər səhifələr görmüsünüz ki, hansı ki, cütlüklər üçündür, amma heç bir məhsul tapa bilməmisiniz. Məsələn, bunu tuzdura bilərsiniz orada. Yəni, ilk başlardan belə deyir. Yəni, birinci yazır ki, deyir ki, onun üçün bir dənə nəsə heyvan al və bütün gün axşamları onunla yata bilsin. Sonra isə adam da baxır, maraqlı və sonunda belə bir şey olur. Yəni, paduşkadır, prosta akuladır deyəsən. Onun üzərində yatır. Yəni, o qız da girir, kommentdə təq eləyir ki, bəs, yəni də, öz sevgilisini, yəni nəyin cütlüyünü ki, öz partnerini ki, mənə bunu al, adam da onu ala bilər, yəni, həmən xanım üçün. Yəni, bu da sizin saytdan satıla bilər. Deməli, məhsulun içinə yenə giririk, baxırıq görək nə var, nə yox. Adam saytında deyəsən prestijdə yığıb, yox, prestij deyil bu, başqa temadır bu. Shopify-ın pulsuz debut teması var, odur, səhv eləmirəmsə. Mən bilən odur. Nəsə multfilm kimi yığıb, sırf özünə uyğun niş kimi yığıb, ondan başqa da belə bu cür şeylər satır. Amma insan üçün, yəni müştəri üçün əgər bu məhsul maraqlıdırsa, sırf girib bunu almaq istəyirsə, yəni sizin saytda ucuzsa sizi seçəcək ki, 100%. Bu adam reklamda 23 dollar, 61 dollar arası pul xərcləyib və 1.1 və 6 arası sifariş eləmə gözlənilir bunun üçün də. Yəni bu adamın heç kommentinə girməyə ehtiyac yoxdur, çünki bu reklamına heç 23 dollar pul ayırıbdır. Yəni bu reklam tutan bir reklam deyil. Yəni sizin üçün çox da xeyirli olmayacaq. Bir şey ki, 46 like var, heç kommenti yoxdur. Nəsə, bunu da keçirik. Amma yenə də bir məhsul olaraq, bir video olaraq sizin üçün ən gözəl, ideal bir ideyalardan biridir. Yəni istifadə edə bilərsiniz. Baxaq görək başqa nələr var. Yəni burada get-gedə düzəlir. Bu məhsulu çox bəyənirəm və garantiya da verə bilərəm ki, yaxşı səhifədə satsaz tutuzdura bilərsiniz. Çünki çox insanların həqiqətən də bu məhsula ehtiyacı var və bir çox adamlar bu məhsulu, mən çox satmışam, dəhşət, yəni reklam edib dəhşət çox satmışam bu reklam məhsuldan. Hətta Amazonda belə bu məhsuldan bir xeyli satmışam. Bir şey ki, 1.2 ad impression'ı da var. Məhsulun şəkillərini, description'ını, hər şeyini buradan götürə bilərsiniz, həmişə kimi. Və bu məhsula 5.000 dollar, 11.000 dollar arası pul xərclənir və 194.166 arası sifariş qəbul eləmiş ola bilər. Reklam Amerikada və İspaniya arasında olub ancaq. Videonun razmeridir bu.
TikTok linki budur. Görək bunda nə qədər like var. Bunu göstərmədi. Çünki VPN-lə qoşulsaq, yəni bunu eləyib ki, ancaq bu ölkələrdə görünsün. Azərbaycana girəm deyə görünmür. Əgər videonu yükləmək istəyirsə download edirsiniz. Ondan sonra məhsulun içinə girmək istəyirsə bu cür girirsiniz. $39 satır bu məhsulu. Bu məhsulun qiyməti tam vardırsa, səhv eləmirəmsə 15 ya da 20 dollar zad olmalıdır. Hələ ən baha satan AliExpress satıcısında gedir söhbət. Bunun da saytı heç inanmıram ki, elə də qəşəng olsun. Yəni çox sadə, sadəcə adam bir niş üzərindən yığıb saytını. Amma məhsul satılır deyə də bu qədər reklamına pul xərcləyə bilir. Əgər bu adam bundan çox sata bilməsəydi, heç vaxt 5.000 dollar, 11.000 dollar bu reklama pul xərcləməzdi. Əgər satır ki, o pulu təzədən dövr elətdirir, yenə satır. Burada da bu yazının İspan dilində olmağına baxmayın. Köhnə dərslərdə TikTokda necə video düzəldirlərsə onu izah eləmişəm. Üzərinə bir dənə arxa fonu ağ olan yazılar yazın. İngiliscə yazın ki, nə bilim 3 bədən incəlmək üçün bu bəndi istifadə edə bilərsiniz. Məhsulun adı Waist Trainer Eraser Beltdir. Tam bir Control Waist Trim. Belə yazsa çıxacaq. AliExpress'də də, Amazon'da da, hər yerdə də. Sonra isə bu məhsulu da, bu deyəsən Finkadır mən bilən. Bu məhsul axır vaxtlar çox görmüşəm, qabağıma çıxıb. Belə şəpiklərdir. Akula, bunu deyirlər Shark Sleepers deyirlər. Axtarıb tapa bilərsiniz. Bu göbələkdir, deyəsən şeyin üzünü təmizləməkdir üçündür. Ya bu kolonkadır deyəsən. Bir dənə də göbələk məhsulu var. Belə stolun üstündə qırıntılar olanda həmin o qırıntılar götürür, həmin o göbələk məhsulu ilə. Amma bu başqadır. Belə də çox zəif reklamda 372 impressionu var. Heç baxmağa dəyməz. Görək başqa. Bu məhsul hal-hazırda baxın trenddir, ehtiyac var. Parent fleece-lined leggings. Let's try them out. Oh my goodness. Oh my god. You guys. They're warmer than jeans. Oh my god. They look completely transparent, but we all know they aren't. When you wear them, you can't even tell that they're fleece-lined. Like, don't they just look like my... Belə deyək, bunun içində pamazlı deyil, pamazlı bir şalvardır. Bu hər qışda, yəni sezonda ehtiyacı olur hər kəsin. Məsələn, mən 4-5 ildir Shopify ilə məşğulam. 4-5 ilin hər qış sezonunda bu məhsul gəlir trendə düşür, yəni hamı satır bundan, hamı da alır. Yəni qabağa düşən bizim uşaqlardan kimsəsə test eləyə bilər. Amma ki, dediyim kimi xanımlar çox olan səhifələrdə daha çox satırlar, əlbəttə ki bu. Həmən bu məhsulun da videosunu götürmək istəyirsinizsə, elə buradan götürə bilərsiniz. TikTok'da linki də buradadır. Bilmirəm, indi açılacaq yoxsa yox. Buradan açıldı. 680 like var, 0 kommenti var. Amma belə deyim, bunun səhifəsinə girib bu məhsulun bir çox videolarını tapa bilərsiniz. These are faux transparent fleece-lined leggings. Səhifənin adı Comfy the Label. Bu cür yazıb TikTok'da həmən bu səhifəni tapıb içindəki videoları görə bilərsiniz. Həmən o dediyim metodla, strategiya ilə özünüzə, öz saytınıza trafik çəkib həmən bu məhsuldan siz də bu adamdan daha ucuz sata bilərsiniz. Əlbəttə ki. Nəysə, bu gördüyünüz kimi boşluqdur. Kommentdə heç kəs yoxdur. Çünki hələ ki heç kim bunu istifadə eləmir. Düz Instagramda istifadə edənlər var bu metodu, bu strategiyanı. Amma TikTok'da bu reklamları heç kim tapa bilmir deyə heç kim girə bilmir. Dediyim kimi biraz vaxt ayırsaz, eləsəz, əziyyət çəksəz bu cür məhsulları satıb, satış eləyib gəlir əldə edə bilərsiniz. Bu cür məhsullar var. Eyni bu şəkildəndir. Gəldikcə ağırlaşılır. Həmən bunu da paylaşan səhifənin adı falan hər şey var. Bu da maraqlıdır. Baby, how are you warm right now? It's below zero. Baby, I got the heated jacket. Bu məhsulda bayaq dediyim o şalvar. O şalvar qadınlara, bu kutka isə kişilər üçün daha yaxşı satılır. Deməli bu kutkanın knopkasını basdıqdan sonra bunun içində spirallar var. Kutkanın içini isidir və insana soyuq olmur. From where? Renormal, look at this. It goes up to 120 degrees and there's 3 different heating modes. What? The inside is literally insulated and there's a little spot here for a portable charger that you just connect to the built-in USB. It's That's currently awesome. so warm in here. If you guys want one, hit the link below while they're over $160.
Gördüyünüz kimi 160 dollara satır, amma bu məhsulun hardasa 30 ya da 40 dollar falan qiyməti var. Yəni 4-5 dəfə baha satır. Siz də bunu daha ucuz qoyub bundan daha çox və daha ucuz qiymətə sata bilərsiniz. Növbəti dərslərdə sizə indi necə bir məhsul var. Bu məhsul da çox qəşəngdir. Sədərəkdə is the görmüşəm best way to shave your BV. İhtimat idi. It uses laser tech to attack your hair from the roots. Very soft and Yəni siz özünüz əgər video çəkmək istəyirsinizsə, məhsulu yəni kiminsə videosunu götürməyinizə ehtiyacınız yoxdur. Ya məhsulu Kitaydan ya Amerikadan hardansa alıb öz adresinizə gətirməyə də ehtiyac yoxdur. Buradakı məhsulların 90%-i sədərəkdə var. Gedib alıb özünüz üçün işləşdirə bilərsiniz. Növbəti dərsdə sizə tamamilə başqa bir şey izah edəcəm. O da sayta trafik gətirmək pulsuz vəziyyətdə, amma heç kimin reklamına girmədən öz əziyyətinizlə bir məhsulu necə brendləşdirə bilərsiniz, onu izah edəcəm. Gəlin amma növbəti dərsə keçməmişdən öncə biraz da PPS araşdıraq, görək başqa nələr var, nə üçündür. Bayaq girmək istədiyi nəsə internetdən oldu, deyəsən product səhifəsi açılmadı, product search. Deməli, bura girəndə burada məhsullar gəlir və bu məhsullardan hansılarını istəsəz, yəni girib videosunu, özünü, yəni bütün məlumatlarını tapa bilərsiniz. Məsələn, deyək ki, gəlin girək bu kofe, görək bu kofe nədir? Səsi bağlıdır. Yəni reklamı var. Əsas məsələ reklamın videosunu götürə bilərik. View store eləyəndə məhsulun səhifəsinə gedir. Belə bu vəziyyətdə adam ancaq Coffee Max satır, yəni kofe üçün şeylər. Ona heç şey qoymayıb, shipping polisi falan, heç səhifəsi hazır deyil, TikTok reklama çıxıb. Ona görə də belə uğursuzdur. Bizdə amma şükür Allah, bütün tələbələrdə hər şey hazırdır, bütün hamısını yoxlamışıq. Heç yoxlamadan heç kimdə reklama buraxmırıq zaten. Bu məhsula baxaq, bu məhsulun qiyməti 3-4 dollardır, 30 dollara satırlar. Yəni istənilən qədər də videosu var, görün nə qədər videolar çəkiblər. Hamısı HomeCore səhifəsi var, oradan gəlir. İndi sizə növbəti strategiyanı izah edəndə geri qayıdıb buranı bir daha izah edəcəm sizə. Every day's a dream when I'm carrying your love with me. Burada reklam sadəcə və sadəcə üzü haqqında. Üzüyün içinə şəkil, öz itinin şəklini qoyubdur, onu reklam eləyir. Görək bu kimin şəklini qoyub. Up in your fast car, whistling my name. Open up a beer and you say get over here and play a video game. I'm in a fair sundress, watching me get undressed, take my body downtown. Çox xoşum gəldi, həqiqətən qəşəng məhsuldur. Prosta ki, bu məhsulun şəklini indi düzəltdirmə söhbəti var. Buna uyğun gələ satıcı tapasınız AliExpress-də və ondan işbirliyi eləyəsiniz. Amma yəni gətirib 4-5 dənə belə üzüklər gətirib, yəni reklam eləyib, həqiqətən də çox qəşəng satışlar eləyə bilərsiniz. Məhsul partlayış məhsuldur. Bunu sizə yadıma gəlir ki, sepində göstərmişdim. Ondan əlavə, əvvəllər bunu nə qoyurdular? 101 dildə I love you, yəni səni sevirəm yazıları var idi. Amma indi şəkilli də eləyirlər. Yəni bu üzük çox uğurlu üzükdür. Satış baxımından deyirəm. Nəysə, keçək o bir məhsullara. O bir məhsullarda baxaq nələr var. Yəni humidifierlər var. Ondan sonra baxaq. Bunu bu yaxınlardansa tələbədə görmüşəm bizimkilərdə. Yəni bu məhsulların hamısının impressionlarına baxmaq lazımdır. Buradan elə last add date əvəzinə impressionu qoyanda ən çox impression olan məhsullar gəlir. Gördüyünüz kimi 567 milyon. Yəni zarafat deyil həqiqətən. 567 milyon impression həqiqətən zarafat deyil. Çox super bir nəticədir və dediyim kimi bütün bu reklamların hamısının videolarına girib öz saytınızdan partlayışlar eləyə bilərsiniz. Gəlin baxaq bir iki dənə videolarına görək nədir. So pretty and I love this year. We fell in love in October. That's why. Maraqlı söhbətdir bu da. Girək saytına baxaq.
saytı da nişli ancaq yəni sırf bu ləmpə aiddir. Çox qəşəng düzəldib. Siz də bu cür sayt düzəldib yəni 6 fiqurluq yəni satışlar eləyə bilərsiniz. Deməli belə uşaqlar, bu cür saytlar yığmaq və bunlar bunu necə reklam eləyirlər, hamısının strategiyasını indi sizə izah eləyəcəm və hətta sizlə bir yerdə mən özüm də eləyəcəm. Amma mən Amerikaya xaricə eləmək əvəzinə birinci Azərbaycandan başlamaq istəyirəm. Amma bu yəni sizə heç bir aidiyyət yoxdur, istəsəz siz bunu xaricə də eləyə bilərsiniz. Yəni bu videoları çəkmək üçün də, yəni bunlar nə edirlər? İndi gələk söhbət məsələ orasıdır. Bunlar nə edirlər? Necə olur ki, bu qədər impression alırlar? Bu qədər tanınırlar, məşhur olurlar, məhsul üzərindən necə eləyirlər, bunun yolunu indi sizə izah eləyəcəm. Amma ondan qabaq yenə biraz da məhsullara baxaq. Gördüyünüz kimi buradakı bütün məhsulları demək olar tanıyırsınız. Bu məhsulu axır vaxtda kimsə göndərmiş mənə sizinkilərdən. Ondan sonra bu məhsul meymundur, atırsan, atsan yapışır, mən bilən desin odur. Baxaq videolarına. Bir məhsulun 2000 dənə videosunu çəkib paylaşır. In nomine Patris et Filii et Spiritus Sancti. Eybiyo. Neyse bu məhsul süper məhsuldur. Maraqlıdır həqiqətən. Bu prosto neyinlər bunlar? 146 milyon impressionu var. Yəni bu məhsul gülməlidir, amma ehtiyac az olan məhsuldur. Yəni problemi həll edən bir məhsul deyil. Adamlar sadəcə həvəsinə satırlar. Amma bizə lazımdır ki, problemi həll edən. Məsələn, bu daraq, bax, bu problemi həqiqətən çox böyük problemləri həll edən məhsuldur. Xanımlar bilir, bu məhsul sırf period olan vaxtlar üçündür. Qarın ağrılarını falan kəsir. İsidir qarnı. Nəsə o knopkası var buradan basılan qarnı isidir və rahatlıqla keçirmək olur həmən dövrləri. Və bu məhsulu götürüb bir neçə 7 səhifəlik məhsullar, yəni videolar çəkib qoyubdur. 1.9 milyon ad impressionu var. Yəni bu da bilinir ki, yəni bu məhsul bu video üzərindən lap çox satıbdır, dəhşət çox satıbdır və heç bir reklama pul ödəmədən necə satış eləmək mümkündür? İndi isə keçək ona konkret. Deməli, siz nə etməlisiniz? Burada advertiserlər var. Baxın. Burada advertiserlər dünya üzərindən ən güclü advertiser, ən güclü reklam edən səhifələri göstərirlər. Bax, məsələn, bu 57.7 milyondur. Bu 23.3 milyon və beləliklə də gedir. Hər biri bir şey reklam eləyir. Yəni, özündən işləşdirib və satışını eləyir. Adam var, heç multfilm reklam eləyir, yəni də özünə uyğun şeylər var. Adam var, proqram satır, yəni əp düzəldib, əpi satır. Amma əlbəttə ki, bunların içində bizim kimi məhsul satanlar da var. Axtarıb tapmaq olar aşağı səhifələrdə. Amma yəni bunlara vaxtınız olduqca baxarsınız, amma biz keçəcəyik əsas məsələyə. Əsas məsələ nədir? Əsas məsələ biz necə bir məhsulu brendləşdirib necə sata bilərik, heç pul ödəmədən, heç reklama pul vermədən. Winning produktlara baxdıqda biz burada hər bu reklam və məhsulları reklam edən səhifələri görəcəyik. Bunlardan ad impressionlara basanda aralarında ən güclüləri qabağımıza çıxacaq. Hansı ki bu 31.5 milyondur. Baxaq görə bu nə? Can you drop it off a balcony? Bayaq sizə göstərdiyim məhsuldur. Yapışdı. Bu indi nə edirik? Bu adamın səhifəsinə baxırıq. Bu adamın TikTok adına baxırıq. TikTok adı görək nədir? Z Monkey. Adını belə qoyub. Görək bu nə edir? Adamın səhifəsini tapırıq bu şəkildə. Biz telefonumuzda da axtara bilərik. Səhifəsinə girdikdən sonra biz onun videolarını görəcəyik. Qabağımıza videolar çıxacaq. Bu nə edib? Yəni çox belə sadə bir şey eləyir, amma yəni Facebook'a milyonlarla dollar xərcləyən adamlardan da çox qazanır. Ondan sonra TikTok'a milyonlarla çox pul xərcləyən adamlardan da çox qazanır. Amma nə edir? Gəlin onu danışaq uşaqlar. Bir məhsulun səhifəsini düzəldib. Yəni saytını da yığıbdır. Saytı sadəcə mən təlimdə gördüyünüz kimi göstərmişdim. Sweet Cat Pod düzəltmişdim deyəsən, səhv eləmirəmsə. Sırf bir pişiyə aid eləmişdim, amma fərqli məhsullar vardı. Amma bu adam, yəni siz də bunun kimi eləyə bilərsiniz. Baxın, bir dənə sayt yığır, sırf bir məhsul haqqında reviewlar.
Bütün hər şey bu məhsul haqqında yəni danışılır. Bu adamın teması ən ucuz temadır, down temasıdır. Shopify-da yığıbdı. Heç ödəniş eləməyib bu temaya. Yəni ən ucuz, ən mənasız bir temadır. Reviewlar falan hər şey də hazır. Yəni bir dənə səhifə düzəldib Shopify-da, yəni belə bir sayt düzəldib, bir dənə belə bir meymunun şəklini qoyub və bu qədər 11 milyon like var, 614 min izləyicisi var. Deməli adam nə edir? Məhsulu gətizdirir özünə. Gətizdirdikdən sonra gün ərzində onun çoxlu belə videolarını çəkir. Hər rəngi var, qırmızı, göy və s. Çəkdikdən sonra və gün ərzində bunu paylaşır. Paylaşanda da bir dənə hansısa axır əvvəl gəlir kəşfiyyata düşür. 1.1 milyon biridir, 345 min biridir, 302 min biridir. Məhsul maraqlı məhsuldur, hamı baxır deyə, yəni kəşfiyyata düşür və daha çox adam görür. Gördüyünüz kimi 8.5 milyonluq videosu var. Bu videonun ən azı bu. Ümumiyyətlə videonu deməyək, amma bu məhsulla bu adam 1 milyon dolları eləyib, yəni milyon dollarlıq satışını eləyib rahat 100%. Yəni bunu siz də eləyə bilərsiniz və bu metodu bilən liboy insan da eləyə bilər. Bu adam fərqli heç nə eləməyib. Sadəcə səhifə açıb, bir məhsul gətizdirir və onun tonla videosunu çəkib. Bir yağ dediyim kimi, hər məhsulların 90%-i var. Bir dənəsində sizin üçün ayırmışam, necə olacaq? Baxın, PP Ads-də gəlin məhsullara baxırıq, Product Search-ə. Product Search-də gəlirik, baxırıq. Burada bir dənə məhsul görmüşdüm, Aroma Humidifier. Canım tapa biləcəm onu. Deməli Humidifier'dir, amma necədir? Bambu ağacı ilə deyəsən. Səhv yazdım adını deyəsən, bir də baxaq. Keçək o biri səhifələrə. Yəni bu məhsulların demək olar 90% hamısı var sədərəkdə. Baxın bunu görürsünüz. Tam mən dediyim bu deyil. İndi tapacam amma. Gəlin biraz gəzək. Sizdən qabaq biraz gəzmişəm açıq içində. 4-cü səhifə. Baxın bu məhsulu görürsünüz. Aroma Humidifier. Bu məhsul, yəni yəqin ki bir çoxlarınız bilirsiniz humidifier nədir, nə işə yarayır. Bunun içinə istəyən duxu doldurur, ya su doldurur və onu bu tüstü kimi belə yuxarı vurur. Həm havanı nəmləndirir, həm də havaya freshlik verir və duxu, yəni iyi də verə bilir. Bu məhsulun qiymətini satır bu $18. Bunun amma qiyməti AliExpress-dardırsa 2 ya da 3 dollardır. Sədərəkdə isə 12 manatdır. Bu şəkli özüm çəkmişəm. Sədərəkdə bilmirəm sırası ya səhv eləmirəmsə 10-cu sıra azad idi o belə. 12 manat bu məhsul. Topdan dedi qardaş ucuz verəcəm. Heç soruşmadım neçəyə verəcək. Yəqin ki 9 manata, 8 manata verə bilər. Yəni bu məhsul sadəcə nümunə olaraq deyirəm. Bunu deməyim, bəlkə də özüm eləyərəm bunu. Gətirirsiniz məhsulu öz evinizdə çəkirsiniz. İndi nə cür çəkirsiniz, necə çəkirsiniz və gün ərzində necə paylaşmaq lazımdır, onu izah eləyəcəm. Bu məhsulu getdiniz, aldınız bir dənəsini, bir dənə bu rəng, bir dənə bu rəng, bir dənə bu rəng, axıra hər nə qədər rəngi varsa, yəni demirəm indi bunları siz başqa məhsulda tapa bilərsiniz. Gətirdikdən sonra həmən məhsulları bu şəkildə bir dənə saytını yığırsınız ki, hamınız artıq bunu asanlıqla bacarırsınız. Hamısını bizim uşaqlar sizə öyrədiblər, izah eləmişəm təlimdə, yəni belə bir sayt yığmaq, yəni bu cür sayt yığmaq, belə bu cür sayt yığmaq bir məhsul üzərindən. Yəni bu cür məhsulu, bu cür sayt yığmaq sizin əlinizdə 2x2 hal-hazırda, yəni hamınız bunu bilirsiniz. Bu Humidifier'ın da bu cür saytını yığdıqdan sonra gəlirsiniz, baxın, belə videolar çəkirsiniz. Hərəsini bir yerdə, nə bilim, birini yaparın məktəbdə çəkin, birini yaparın universitetdə çəkin, nə bilim, qoyun arxa fonu qəşəng olan yerdə çəkin, şəhərdə çəkin. Axırı üzərinə də belə maraqlı ingilis dilində sözlər yazın. İnsanlar üçün maraqlı olacaq. Hamı o videoya axıra qədər baxacaq və o video kəşfiyyata düşəcək. Kəşfiyyatdan gedib Amerikaya çıxacaq, Amerikadan gedib, nə bilim, Avropanın bütün ölkələrinə çıxacaq. Belə deyək, bu videonun bir axıcı milyon baxışı var idi. Neçə milyon idi bilməm, 11 milyon idi, nə qədər idi? Yəni 9 milyon deyək də. Yəni 9 milyonu mən sizə əminliklə verirəm ki, bu adam hamısını eyni ölkəyə göstərməyib. 9 milyon Avropasına gedib, nə bilim, Afrikasına gedib, Avstraliyasına gedib, hər ölkədən girirlər. TikTok'un algoritması elədir ki, əgər bir video kəşfiyyata düşdüsə, bütün ölkələrə yayılır, yəni. Fərq eləmir, yəni sən orada Azərbaycanca danışmırsan, yəni nə bilim nə dildə danışmırsan. Mən Ecomsolder'da video paylaşıram, mənə ərəblər yazır.
Yəni nəyə görə? Çünki Shopify ilə kim maraqlanır, qabağına bizim videolar çıxır və axırava gəlib bizə yazırlar. Yəni düzdür biz onlarla işləmirik, yəni heç birinə cavab vermirik. Amma yəni deməm odur ki, biz AD Consoler'da ən böyük videomuz 650 minlik videomuz var. Baxsaz pin eləmişəm, görə bilərsiniz. Yəni amma o 650 minlik baxışdan mənə xaricdən bəlkə də 30-40 adam yazmışdı. Baxmayaraq ki, biz orada Azərbaycan dilində danışmışıq, yazılar Azərbaycan dilindədir, hər şey Azərbaycan dilindədir. Sadəcə video baxılıb, çox olub və ona görə kəşfiyyata düşüb. Nəysə qayıdaq mövzuya. Bu cür bir səhifə düzəldib, yəni çoxlu belə videolar düzəldib, asanlıqla sata bilərsiniz və istədiyiniz məbləğləri bu cür vura bilərsiniz. Yəni şərt deyil ki, nə bilim, götürək kitchen productslar qoyaq 30 dənə, 40 dənə, sonra başlayaq həmən məhsulları reklam eləməyə. Səhifə axtaraq, yəni Shopify-ın səhifə axtararaq, səhifədə reklam verərək Shopify-da satış eləmək ən asan yoludur. Yəni siz bunu eləməlisiniz. Bunu əslində bu da asandır, amma siz tərəfdən biraz həm fantaziya istəyir, həm biraz əziyyət istəyir, həm də vaxt istəyir sizdən ki, siz bunu belə eləyəsiniz. Yəni bu adamın elədiyini eləmək sizin üçün sizin arca 3-4 gününüzü alacaq, amma sizə əgər tutsa məhsul, sizə qazandırdığı pul sizin çoxunuz da deyəcəksiniz ki, biz işləyirik, sədərəyə gedənmərik, bu məhsulu ala bilmərik, sonra bu qədər videosunu çəkə bilmərik deyəcəksiniz. Amma o qədər məhsulu siz o məhsulu əgər bu cür tutuzdura bilsəniz, sizin indən sonraki, yəni bir ayda satacağınız məhsulun qiyməti, yəni qazanacağınız pul sizin indən sonra nə bilim bəlkə 5 il işləməyinizə, 10 il işləməyinizə bərabərdir. Yəni sizə bu cür şans yaranıb, bu cür hər şeyiniz hazırdır. Shopify paymentiniz hazırdır, ödəniş qəbul edə bilirsiniz. Artıq məhsulları tanıyırsınız, məhsulları necə tapa bilərsiniz, onu bilirsiniz. Yəni götürün, sadəcə bir gün vaxt ayırın, bunu eləyin.